Mən sizə dana ciyəri necə quzu ciyəri kimi yumuşaq olmağının sirlərini öyrədəcəm. Dana ciyərin ilk öncə üst pərdəsi çıxmaq şərtdir, 100% çıxmalıdır. Pərdəsi çıxanda daha yumuşaq olacaq, həm də şişə keçirmək çox rahat olacaq. Quzu ciyəri kimi yumuşaq olacaq və ləzzətli, dadlı olacaq. Bu qaydada əlimizi keçirdirik ciyərin pərdəsi və ciyərin arasına. Bu qaydada çıxartdıqdan sonra şişə vurmağı da göstərəcəm sizə. Necə olsun ki, dadı yaxşı olsun da, belə necə deyirlər. Ürəyimiz istəyən kimi bir şey alınsın. Ayırdıqdan sonra hamısını belə bıçaqla kəsirik. Bıçaqla kəsdikdən sonra mən sizə göstərim. Bax, bu qaydada ayrılır. Bu pərdəsi də çox möhkəm olur ha. Onu çalışın saxlamayın heç vaxt ciyərin üzərində. Əsasən də dana ciyərin, quzu ciyəri çox pərdəsi nazik olur, ehtiyac yoxdur onu çıxartmağa. Bu qaydada doğradıqdan sonra bizim porslarımızda 120-130 qram civarında olur. 3 manat 50 qəpikdir. Çörək arası lavaşda ünvanımızda Elmlər metrosunun yaxınlığı ABB Yasamal filialı ilə üzbəyüz. Bizə yaza da bilərsiniz, biz sizə konum da ata bilərik, sifariş də verərsiniz, elmlər özdə çatdırılma pulsuzdur. Bu qaydada doğradıqdan sonra bunun dadına dad qatmaq üçün arasına quzu quyruğu vurulacaq. İndi şişə keçirəcəm, baxın. Bu qaydada 4 dənə quyruq olacaq. İlk öncə ciyəri keçiririk şişə. Görürsünüz, ciyəri keçirdikdən sonra quyruq, təkrarən ciyər keçiririk. Ciyər keçirdikdən sonra manqala atın 4 dəqiqə, 5 dəqiqə ərzində, yəni normal odun üzərində bişəcək. Yəni 5 dəqiqədən artıq saxlamayın, quruyacaq, həm də ki quyruğu yanacaq. Hazırladığımız bütün məhsullar da profilimizdə var, daxil olub baxa bilərsiniz. Yəni təkcə bizdə ət məhsulları yoxdur, balıq məhsulları da mövcuddur. Hər cürə Türk mətbəxindən, Azərbaycan milli mətbəxindən kabablar mövcuddur. Çörək arası və yaxud da lavaşda, dürüm, necə porsiyon, bütün məhsullarımız var. Daxil olub baxa bilərsiniz. Təşəkkür edirəm.